Salam dostlar, bugün sizə blok imtahanımdan danışacağım. Bildiyimiz kimi ikinci və üçüncü qruplar üzrə 25 may tarixində blok imtahanı keçirildi. İnterneti açdıqda şagirdlərin çoxusunun imtahandan narazı qaldığını onsuz da görürük. Və mən də həmin gün imtahan vermiş bir şəxs kimi öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. İmtahan çətinliyi onda idi ki, tarix fənni digər fənlərə nisbətdə daha ağır və daha düşündürücü suallardan idi və hətta bəzi abituriyentlər onu da irəli sürürlər ki, onların çoxusu orada verilmiş olan mövzuları keçməyiblər. Hətta mən imtahana başlamazdan əvvəl tarixi nəzərdə tuturdum ki, ondan birinci başlayım ki, bu mənim üçün daha sürətli işləməyimə kömək olar. Yalnız oradakı sualları mən işlədikcə vaxtımın çoxusu getdi və sualları kodlaşdırma zamanı sürətli işləmək məcburiyyətində qaldım. 11-ci siniflər olaraq bir çoxumuz 3-cü qrupa gedənlərin əksəriyyəti 9-cu sinifdən bəri tarix, ədəbiyyat və Azərbaycan dilindən hazırlıqlara gedirlər. Yəni bu qədər illər ərzində sınaqlara gedib yüksək nəticələr toplayan şagirdlər gəlib bu imtahanda az bir nəticə toplayırlarsa, deməli burada problem təkcə şagirdlərdə deyil. Hətta elə uşaqlar var ki, onlar tarix fənnindən 145, hətta 150-yə yaxın ballar toplayıblar, ancaq indiki imtahandan 100-ü keçə bilmirlər. İmtahanın əsas problemi onda idi ki, çətinliyi yalnız bir fənnin üstünə salıblar və digər fənləri isə onlara nisbətdə çox yüngül eləyiblər. Məsələn, ədəbiyyat sualları elə idi ki, onları yazarkən heç düşünməyə ehtiyac yox idi. Yəni avtomatik olaraq o sualların cavablarını biz yaza bilərik. Bütün çətinliklərə rəğmən özüm də daxil olmaqla bütün abituriyentlərə tövsiyəm odur ki, ümidinizi əsla itirməyin və ikinci cəhddən yetəri qədər bal toplayacağınıza inanın. Videonu bəyəndinizsə like edib kanala abunə olmağı unutmayın. Hələlik.